maşın yükləyəndə, ipi bağlayanda yıxılıb. Gəldi bunlar da. Demək siz burada işləyirsiniz də, mənə deyir, yoxsa sizə yaxınlaşın. Abşeronda faciə baş verib. Hadisə Xırdalan şəhərində Hökməli dairəsi adlanan ərazidə, yəni hazırda dayandığım bu sexdə baş verib. Belə ki, 45 yaşlı Ziyad Həsənov Sumqayıt sakinidir və burada sürücü kimi fəaliyyət göstərilmiş. Qəbir daşlarını avtomobilə yükləyərkən ehtiyatsızlıq nəticəsində onun üzərinə aşıb və aldığı ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, çox təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Sumqayıt şəhər sakini Ziyad Məmmədoğlu Həsənov idarə etdiyi Ford markalı yük avtomobilinə mərmərdən hazırlanmış qəbir daşını yükləyərkən bədbəxt hadisənin qurbanı olub. İlkin məlumatlara görə, daş yükləmə prosesi zamanı tarazlığını itirərək avtomobildən sürüşüb və sürücünün üzərinə düşüb. Hadisə şahidlərinin köməkliyi ilə zərərçəkən dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Nə işdir ümumiyyətlə? Hətta posta dedilər ki, bir nəfər burada şey olub, nədir o? Maşın yükləyəndə, ipi bağlayanda yıxılıb. Bəs ipi bağlayanda, necə ipi bağlayanda? Mən nə bilim necə bağlayıb o? Mən belə eşitmişəm. Gecə idi, yoxsa necə? Nə vaxt oldu? Gündüzdə də olur. Maşına yüklüydü, yoxsa nə idi? Adam şoför idi də axırı. Və belə eşitmişim. Ölən fəhli idi, yoxsa sürücü idi? Öz sürücü. Əmi, Şoför. ipi necə bağlayıb? O mən nə bilim. O məndən. Yəni ehtiyatsızlıq eləyib də. Hə də özü ehtiyat sevib də. Mən görmüşəm bəyənməzsə onu. Bir bakı mən görüm orada, dedim ki, belə olub. Ümumiyyətlə nə işdir, nə dedilər, nətər olub hadisə, nə işdir ümumiyyətlə? Özündən məsələn şoförü daşın altında. Daşın altında qalıb. Hə. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazi müayinə edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, mərhum Ziyad Həsənov ailəli olub. O sakit, əməksevər və ailəsinə bağlı insan kimi tanınıb. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.